أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, bugünkü mövzumuzun adı "Sen kimsən?" diye koyulmuştu. Burada da əsas məqsəd dərsin gedişatında nə məqsəd qabağımıza qoyduğumuzu görəcəksiniz ki, tam olaraq sən kimsən sözü ilə nə demək istəyirik? Hər bir şəxsə sual verəndə sən kimsən? Əlbəttə ki, anında verəcəyi cavab budur. Mən filankəs oğlu və yaxud da filankəs qızı, filan tarixdə doğulmuşam, filan yerdə yaşayıram. Deməli, biz sən kimsən sualına fizyonomiyamızı, bədənimizi göstərərək kimliyimizi bildiririk. Yəni, mən buyam. Boyum, rəngim, nitq qabiliyyətim, bədən görüntüm budur. Oysa görəsən, sözün əsli mənasında sən kimsən sualının cavabı biz öz bədənimizə görə cavab verməliyik, yoxsa arada başqa bir şeylər var? Əslində bizim sən kimsən sualına mən filankəsəm dediyimiz bu bədən ki var, bizim bədənimiz hüceyrələrdən ibarətdir. Milyardlarla hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin tamı bizi formalaşdırıb. Necə ki, ana bətinindən, qan laxtası dönəmindən ət parçasına, ət parçası sümüklərə sümüklər ətlə büründü, üzərinə dəri keçirildi və bir sima əmələ gəldi, olduq biz. Bu cismimizin başlanğıcıdır. Sən kimsən deyəndə biz cismimizi nəzərə alaraq deyirik ki, mən filankəsəm. Halbuki bizim cismimiz bir ayın içində bütün hücrələr özünü yeniləyir. Yəni, əslində, bugünkü sən bir aydan sonra sən deyilsən. Bütün hücrələrin təzələnmişdi. Hamısı təzələnmişdi. Dalağın, böyrəyin, qaraciyərin və bütün orqanların. Hamısı yenilənir. İndi burada kiçik detallar var. Yenilənirsə, niyə xəstə qalırıq? Bu tamamilə ayrı mövzudur. Yəni, bizim bugünkü əsli qayəmizə hədəflənək ki, gedək ora çataq və diqqətlə dinləyək. Bizim bu bədənimiz hər ay yenilənir. Yəni, mən deyəndə ki, mən filankəsəm, bir ay bundan qabaqdakı bədən deyiləm. O bədən dəyişmişdi. Onun hücrələri dəyişmişdi. Bir dənə görüntü ortada qalmışdı. O görüntü də zaman dəyişir. Yəni, qocalır. Formasını dəyişir. Hücrələr isə tamamilə yenilənir. Yəni, biz bədən olaraq bir ay, 2 ay bundan qabaqdakı bədən sahibi deyilik əslində. Çünki bunu nevrocərrahlar, nevropatologlar, yəni insan sinirləri ilə məlumatlı olan bu sahə göstərir ki, bəli, hücrələr sürətlə yenilənir və əslində insanın anatomiyası dəyişir. Yoxsa insan yaşaya bilməz ki, bu qədər. İnsan hələ doğulduqdan 1 ilə 5 aya, 8 aya məhv olub gedər. Yenilənir və insan ayaq üstə qala bilir. Deməli, əslində sən kimsən sualı biz bədənimizə görə cavab veririk. Mən kiməm? O isə əslində sənin dəyişməyən bir sənliyin var ki, o heç dəyişmir. Onun hücrəsi dəyişmir. Onun dərisi dəyişmir. Onun görüntüsü dəyişmir. O daima eynidir.
Adəm əleyhissalamdan bu günə qədər o sənsən. O sənin içindəki ruhundur. Sənin ruhun Allah Adəm əleyhissalamı yaratdıqdan sonra ki, Əraf surəsində dərslərdə bunu oxumuşuq. Adəmin zürriyyətini ortaya çıxardaraq bütün yaradacağı bəşəriyyətdən soruşdu. Mənəmmi sizin Rəbbiniz? Sən, mən demişik, bəli, sən bizim Rəbbimizsən. Deməli biz o zamandan qiyamətə qədər və əbədi olaraq eyni formada var olacağıq. Bizim əslində var olacağımız, heç dəyişməyəcəyimiz hissəmiz ruhumuzdur. Əslində sənə deyəndə sən kimsən, sən ruhumu nəzərə almalısan ki, sən kimliyini biləsən. Yaxşı, tutaq ki, bunu bildik. Bildik ki, bəli, lap əslimiz bizim cismimiz deyil. Çünki bu cisim çürüyür, dəyişilir, məhv olur. Əl kəsilir, qol kəsilir, ayaq kəsilir. İnsan vardır, neçə orqanı yoxdur. Bəs bu kimdir? Bəli, deməli, məsələ onun içində gəzdirdiyi ruhudur, əsli olan. Bəs bizim bugünkü dərsimizin qayəsi nədir? Baxın, dəyərli insanlar, dəyərli dinləyicilər. Biz zamanımızı o qədər öz cismimizə həsr etmişik ki, səhər açılandan axşama qədər nə yeməliyəm, nə geyinməliyəm, nə etməliyəm, nəyi tikməliyəm, nəyi düzəltməliyəm, ancaq bədənimizlə məşğuluq. Hansı bədənimizlə? Yəni, əsli mən olmayan, hər ay dəyişən bir şeylə o qədər məşğuluq ki, amma bizim orijinalımız olan, əslimiz olan, heç vaxt dəyişməyəcəyimiz olan ruhumuzla isə çox az məşğul oluruq. Yəni, bədənimizə sərf etdiyimiz o zamanın bəlkə 1/3-ni ruhumuza həsr etsəydik, bəlkə də bizlər göylərdə uçurduq. O qədər ruhumuzu inkişaf elətdirə bilərdik. Amma şeytan bizi özümüz ilə o qədər məşğul edib ki, bəzən insanlar öz bədəninə görə həyatını məhv edir. Yəni, yaxşı bədəni olsun, gözəl görüntüsü olsun, sağlam qidalansın deyə hər nəyini həsr edir, yəni ruhunu qurban verir. Ruhu eybəcər formadadır, cismini gözəlləşdirib. İndi ona görə gözəllikdir. Takvalı insanlara görə əslində o eybəcərdir. Belə götürək, yəni bu günahkarlara görə o gözəldir. Amma Allah yanında, Allahın mələklərinin yanında, möminlərin yanında isə o nə pis vəziyyətdədir. Çünki onun ruhu acdır. O ruhuna baxmayıb, sağlamlığına fikir verməyib, o məşğul olub ancaq bədəni ilə. Bax, bizim bugünkü qayəmiz, dərsimizin qayəsi budur. Ki, istiqamətlənək, daha çox ruhumuzla məşğul olaq. Allah Subhanahu taala Qur'an-ı Kərimdə Əz-Zuhruf surəsində belə buyurmuşdu. Ayə 36. Əuzu billahi minəşşeytanirracim. Və mən ya'şu an zikrir-rahmani nuqayyid lehu şeytanan fehuvə lehu qarin. Və innəhum leyasuddunhum anis-sabil və yahsabun ennehum muhtedun. Kim Rahman olan Allahın zikrindən uzaq düşərsə, biz şeytanı ona vadar edərik. Şeytanı ona müsəllət edərik. Və şeytanlar onu elə azdırar ki, o elə bilər ki, doğru yoldadır. Subhanallah. Əslində bu ayə bizə elə böyük bir xəbər verir ki, yəni aldanmaq,
Aldanarıq ha, dəyərli insanlar. Aldanarıq. Elə bilərik ki, biz yaxşı insanıq. Necə ki, bir qrup insanlar belədir. Günahkardır, amma özünü hey təmizə çıxardır. Mənim nəyimdir ki? Nə eləmişəm ki? Nə edirəm? Özümə edirəm. İnsanlar var belə edir, elə edir deyərək özünü aldadır ha. Səni aldadan şeytandır. Bax, ayədə Allah bunu dedi. Rahmanın zikrindən uzaq düşənləri Allah şeytanları ona müsəllət edər. Niyə? Çünki sən zikir etmədin ki. Sən Allaha demədin ki, Allahım ruhumu ucalt. Allahım ruhumu dirçəlt. Sən hey ev istədin, maşın istədin, pul istədin, vəzifə istədin, hər nə istədin, ruhunu istəmədin. Ruhunun dirçəlişini arzulamadın, üzərinə düşmədin, mübarizə aparmadın onun üçün. O isə Allahın rəsullarından bizə necə gözəl örnəklər vardı. Onlar bütün günü ruhları ilə məşğul idilər. Cüz'i hissəsini bədənləri ilə məşğul olardılar. Və əksər rəsulların da bədənləri çox zəif, gücsüz görünən bir bədən idi. Geyimləri çox aşağı səviyyəli, həyat tərzləri aşağı, ruhları isə o qədər yüksək idi ki, Allah onların ruhlarına nələri göstərdi. Və daima tarix durduqca insanların ən zəkalısı və ən təqvalısı sayıldılar. Çünki o torpağa veriləcək, həşaratların yeyəcəyi hissə ilə az məşğul oldu. O da bizimdir ha. Yəni bu çürüyəcək deyə bu o demək deyildir bunu ataq çöllərə. Bunun da sağlamlığına, cismimizin də sağlamlığına fikir verməliyik. Varındırsa yeməlisən, içməlisən, gəzməlisən, zövq almalısan Allahın sənin üçün yaratdıqlarından. Yəni biz Hinduizm nəzəriyyəsində olduğu kimi, yəni dünya bizim deyil, çılpaq ol, gəz bu dünyanın üstündə heyvanlar kimi, fərq etməz. Əsas ruhundur demirik. Biz deyirik, bədən də bizə vacibdir. Çünki biz o ruhun dirçəlməsi üçün sağlam bədənə ehtiyacımız var. Və bədənin də bəzi ehtiyacları var. Ehtirasdan tutmuş, geyiminə qədər, yeməkdən tutmuş, gəzməsinə qədər. Bu ehtiyacları vardır. Bunları ödə. Amma ruhunu unutma. Və unutma ki, bu məşğul olduğun sənə fani lazımdır. Misal üçün, biz geyimimizlə nə qədər məşğuluq ki? Heç nə, sadəcə olaraq səliqəli saxlayırıq, dolabda asırıq, səliqəli səhmanlı qalsın deyə. Daha həyatımızı onun ətrafında çevrə vurmuruq ki, bax, biz də cismimizin qədrini bu cürə bilməliyik. Səliqəli, səhmanlı saxlamaq. Daha hər nəyi buna qurban vermək lazım deyil. Allahın zikri ilə məşğul olmaq lazımdır. Ruhunu qidalandırmaq lazımdır. Sən zikr etdikcə ruhun dirçəlir, böyüyür, nurlanır, çıraq olur. Amma sən dünya ilə məşğul olduqca ruhun cılızlaşır, qaralır, bükülür və eybəcər bir forma alır. Ona görə qiyamət günü bir qrup insan eybəcər formada gələcək. Əslində bu onun orijinalıdır. O qədər məşğul olmayıb ki bununla. O eybəcərləşib. İnsan olacaq ki, həşəratlar boyda olacaq. Allahın Rəsulu deyib bunu, ha. Həşəratlar boyda. Niyə? O öz cismini o qədər təkəbbürləndirib. Yəni o qədər özündən razı olub ki, hər kəsi öz ayaqlarının altında görüb. Hamı məndən aşağıdır, mən hamından üstünəm. Düşüncəsi ilə yaşayıb, bax o belə düşündükcə onun ruhu kiçilib. Onun ruhu o qədər kiçilib ki, qiyamət günü ən alçaq ruhlarla bərabər olacaq, ayaqlar altında. O deyəcək, ey Rəbbim, niyə məni bu qədər alçaltdın? Məni niyə tapdaq altında saxlayırsan? Allah isə ona deyəcək, sən deyildinmi mənim qullarımı tapdağın altında görürdün? Özünü onlardan üstün görürdün. İndi sənə alçaqlıq nədir onu göstərəcəyik. Deməli, dəyərli insanlar, bizlər
Nə qədər ruhumuzla məşğulluqsa, biz o qədər ucalırıq əslində. Nə qədər ruhumuzu qidalandırırıqsa, ruhumuz o qədər tox, sağlam, çevik və görkəmli olur. Özümüz ilə daha çox məşğul olduqca isə ruhumuzu pis vəziyyətə salırıq. Təsəvvür et, biz bunu tam yaxşı anlamamışıq deyə, Allah isə bunu bilir. Allah bizə zaman-zaman bir sıxıntılar göndərir. Əslində sıxıntı sadəcə olaraq sənin oyanman üçündür. Yəni oyan, nə edirsən? Misal üçün, yıxıldın, qıçın əzildi. Ya bir var dövlətinə bir zərər gəldi, ya evinə bir zərər gəldi. Bu əslində Allahın bəzən oyatmasıdır. İndi sənin öz səhvin də ola bilər. Yəni belə götürək Allahdan olan hissəsini. Allah öz quluna bəzən sıxıntı yaşadır ki, qulu oyansın ki, mən nə edirəm? Mən nə ilə məşğulam? Bu nədir? Mən varımı, dövlətimi tökmüşəm, mədəmi kiçiltdirirəm, bədəndən piy çıxardır, nə bilim, bədən görüntüsünə minlərlə manatları tökür, yoxsullar ətrafında bir tikə çörək tapa bilmir. Bu isə bədəninə hey var dövlətini tökür ki, daha gözəl görünsün. O isə ki, gözəl görüntü əslində sən demə ruhun gözləridir. Ruhun gözləri gözəl görür. Bu gözlər görmür ki. Biz gözlə görmürük, dəyərli insanlar. Gedin, həkimlərinizdən soruşun. Biz gözlə görmürük. Biz beyinlə görürük. Göz sadəcə olaraq kamera rolunu oynayır. Kamera şəkili çəkir, atır içəriyə. Vəssalam, göz görmür. Beyin görür ki, o kimdir. Göz görsəydi əgər, bəs biz yuxuda niyə görürük? Və yaxud da ki, gözümüzü bağladıqda niyə görürük? Gözümü bağlamısan, oğlunu, qızını təsəvvür edə bilmirsən, edə bilirsən. Bəs o nə görüntüdür? Deməli, göz görmür, göz sadəcə olaraq görüntünün şəklini çəkir, beyinə atır. Beyin görür. Deməli, sənin beynin gözəlliyi görəcək. Gözünün görməsi ilə deyil. Beynin görməlidir. Beyindəki, zehindəki o yalnız ən gözəlləri sağlam ruhda görür. Ruhu sağlam olanlar gözəl görür. O insanlar ki var, misal üçün, insan var, əxlaqsız qadına vurulub. Və yaxud da qadın var, əxlaqsız kişiyə vurulub. Ondan soruşanda gözəlliyi deyir. Deməli, bunun ruhu çirkindir. Çünki bu çirkin birinə vurulub. O əxlaqsızdır. Sən ona necə ona aşıq ola bilərsən ki? Bəs namusun, ismətin, deməli, gözləri kordur, görmür, düzgün görüntü ötürmür beyinə. Beyindəki çirkindir. Bu adam nə görəcək? Bu adam deməli, ancaq baxacaq zahirə. Ona görə bu cür insanların evliliyi şəhvətdən ibarətdir. Oysa evlilik əslində şəhvət deyil. Şəhvət evliliyin cüz'ü hissəsidir. Yalnız törəmək üçün lazım olan və bədənin zəruri ehtiyacları üçün lazım olan hissəsidir. Biz heyvan deyilik ki, insan sevərkən ona övladına ana olacaq, atasına, anasına gəlin olacaq. Bundan sonra bunun soyunu namusu ilə sürdürəcək bir insan seçir. Bax, o insandır, ruhu ilə seçir. Gözləri ilə deyil. Ona görə dəyərli insanlar, biz ruhumuzu dirçəlməsi üçün Allah bizə zaman-zaman bəzi hadisələri göstərir. Bir hadisə baş verdi sənə. Hadisə baş verəndən sonra niyə mən sözünü demə. Bilgirən ki, Allah sənə siqnal göndərir ki, qulum, oyan, sən nə ilə məşğulsan? Nə edirsən sən? Və ona görə bizlər bəzən öz həyatımızda keçmişdə edə bilmədiyimiz bir çox işlər üçün təəssüf hissləri ilə yaşayırıq. O insan varı çox vaxtı, insanların çoxu bu problemi yaşayırıq. Keçmişin kəşkiləri ilə, keçmiş duyğuları ilə ilişib qalmışıq keçmişdə.
Bizi keçmişdə saxlayan nədir? Niyə o keçmişə bu qədər həssas olmuşuq? Çünki deməli o zamanlarda edə bilmədiyimiz, deyə bilmədiyimiz, atmadığımız bəzi addımlar naqis qalıb. O naqislik bizi keçmişə bağlayır. Halbuki biz əslində bununla mübarizə aparmalıyıq. Bu, hər bir duyğulu insanın böyük problemidir. Və bununla mübarizə aparmaq lazımdır. Çünki bu şeytandan olur çox vaxtı. Səni keçmişə bağlayır, kəşkilərlə yaşadır. Halbuki keçmişə qayıtmaq olmur ki. Keçmişi düzəltmək olmur ki. Sən sabaha doğru gedirsən. Ancaq sabah bir iş görə bilərsən. Keçmiş bitdi. Yalnız ibrətdir, yalnız imtihandır. Ona görə dəyərli insanlar, bax şeytan bu cür silahlardan istifadə edərək bizi cismimiz ilə çox məşğul edir. Cismimiz ilə. Oysa biz daha çox ruhumuzla məşğul olmalıyıq. Ruhumuz barəsində. Ruhun nədir? Daima var olan, heç vaxtı ölməyəcək, əbədi var olan bir hissəmiz. Hissəmiz deyil özümüz. Əsli biz oyuq. Ruh bölünmür, parçalanmır, elə bir formadadır, nə qocalır, nə cavanlaşır. Elə eyni formada, cavan olaraq eyni qaydasında qalmışdır. Cənnətdə də belə olacaqdır, cəhənnəmdə də belə olacaqdır. Allah bizi cənnət əhli etsin. Allah bizə ruhumuzun o zövqünü o cənnətində yaşatsın. Daha bu sıxıntılı olan, hər nəyi sıxıntı olan, mülk alırsan, sıxıntı. Geyim alırsan, bir sıxıntısı var. Xeyir iş görürsən, bir sıxıntısı var. Bütün gözəlliyinin altında sıxıntı yatır. Amma o cənnətdir ki, insan inanılmaz, içinin dərinliyindən gələn bir zövqü yaşayacaqdır. O zövq heç vaxtı bitməyəcəkdir. Heç bir zövq bitməyəcək. Allah bizə onu yaşatsın. Dəyərli insanlar, sən kimsən? Sualı sənə verildəndə, sən birinci ruhunu nəzərə al. Gör, sən Allah yanında kimsən? Dünyada asandır, şəxsiyyət vəsiqəsi, pasportlarda sənin kimliyin yazılıb. Amma Allahın yanındakı sənin o şəxsiyyət vəsiqən var, orada nə yazılıb? Orada hansı mülk sənə yazılıb? Cənnətin hansı yeri sənə yazılıb? Bax, Allahın yanında sənin şəxsiyyətin ki var, öləndən sonra sənə veriləcək o şəxsiyyət deyiləcək. Al bu sənədini, get. Hətta Quran-ı Kərimdə Allah deyir, onların boyunlarından asacaq. O sənin şəxsiyyət vəsiqən olacaq. Əsli şəxsiyyət vəsiqən, əsli pasportun odur. Sənə orada, harada, nə qədər yaşayacaqsan, nə qədər istifadə edə bilərsən, hansı keyfləri yaşaya bilərsən, sənin boyun nədir, buxunun nədir, cənnətdəki dərəcən nədir, o veriləcək sənə. Bax, o şəxsiyyət vəsiqəsi üçün çalışaq. Və bir də bunun o biri üzü var. Allah qorusun, Allah bizə onu göstərməsin. Ki, o adama, sən kimsən sualına, al, bu da sənin cəhənnəm sənədlərin. Aparın bunu üzü üstə cəhənnəmə, filan təbəqədə, filan qədər cəzalansın, filan cəzaları görməlidir. Əbədi olaraq Allah qorusun. Nə bədbaxtçılıqdır bu? Bədbaxtçılıq budur. Bədbəxt adam dünyada var dövlətini itirən deyil, övladını itirən deyil, xəstəlik yaşayan deyil. Bunlar bədbəxtçilik deyil. Bunlar əsli bədbəxt adam üçün bədbəxtçilikdir. Mömin üçün bunlar ibrətdir, imtihandır, Allah mənə zülm etməz deməsidir. Mömin belə yaşayır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.